Əziz və hörmətli dinləyicilər, Azərbaycan xalqı, Azərbaycan milləti, gördüyünüz bu qızı bəlkə də ekranlarda görmüşsünüz, telefon ekranlarında çəkilibdir. Bax, bu birinci qrup əlildir, yerimir. Bax, bunun yaşadığı otaq, bax budur. Yatıb durduğu otaq, bax budur. Toz, torpaq hamısı tökülür bu uşağın başına. Mənim də heç cür imkanım çatmır ki, bax bu evi remont elətdirəm. Patolog vurduram, divarına yem suya vurduram ki, bu yaxşı şəraitdə yata dura. Bax, görürsünüz, görün nə şəraitdə yatıp durur bu qız. Mənim imkanım yoxdur. Nə də bir kömək eləyənim yoxdur. O ev oradan yarımçıq qalıb, bu ev buradan bu bərbad vəziyyətdədir. Tavan təmiz püskündədir. Gücüm çatmır, imkanım çatmır, eləyə bilmirəm, düzəldə bilmirəm. Bax, görürsünüz. Bax, bu da şəhiddir. Bu evin oğlu. Rəhimov Şükür. Bu kökdə, bu evdə yaşayıb, şəhid olub. Bu onun ata ocağıdır. Görürsünüz, şəhidin evi nə gündədir. Şəhidin evi bərbad vəziyyətdədir, baxan yoxdur. Görürsünüz də nə şəraitdə yaşayırıq biz. İmkanımız yoxdur, eləyə bilmirəm. Bax, o gördüyümüz həmən birinci qrup qızın, əlil qızın atası da rəhmətə gedib, atası da yoxdur. Eləyə bilmirəm, mənim də gücüm çatmır. Odur ki, Azərbaycan xalqım, Azərbaycan millətim, sizdən artıq dərəcədə xahiş edirəm. Bana kömək edin, bu evi remont elətdirin. Sizin də bayramlarınızı təbrik edirəm. 12 ayın sultanı Ramazan bayramınız mübarək olsun. Tutduğunuz oruçlar qəbul olsun. Mənim kimlərinə də əl atın, kömək edin. Sizdən artıq dərəcədə xahiş edirəm. Bizim kənddə iş yox, güc yox, işləyə bilmirik. Yer yoxdur. Bir Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində yaşayıram. Bax, bu Tərtərin Azad Qaraqoyunlu kəndində heç iş yoxdur. Cavanlar hamısı bekar qalıb ortalıqda, iş yox, güc yox. Bana da Tərtər rayonunun icra başçısı bana dedi ki, sana heç nə düşmür. Niyə düşmür amma bilmirəm. Amma bilmirəm. Məhər bizim şəhid deyil, mənim qardaşım da şəhid olub. Qaynım da şəhiddir. Tərtərdə şəhidə baxan yoxdular. Başqa yerlərdə, televizorda baxıram da görürəm. Şəhidə hörmət eləyirlər, baxır. Yerinə qəşəng baxırlar, amma burada yoxdur. Mənə icra başçımız deyir ki, sana düşmür. Deməklə mənə deyir ki, sana heç düşmür. Niyə düşmür bilmirəm. Şəhiddə qurban olum hamısının torpağına da, qanına da, canına da. Hamısı canı ilə, qanı ilə vuruşur, şəhid olur. Bax, gördünüz, bu qıza kömək eləməyin, mənə kömək eləməyin. Elə ki, bu Türkana, bu əlil qıza kömək eləyin. Bu bir dənə otağın remontu. Göydən torpaq tökülür, bax, görürsünüz. Göydən torpaq tökülür başına. Qorxuram, yay gələndə laf qorxuram. Giyilən çayın girər, çər uşağı dəli eləyər, qorxular, yeriyə bilmir, yürə bilmir. Sizdən artıq dərəcədə xahiş edirəm. Hörmətli dinləyicilər, Azərbaycan xalqım, Azərbaycanın igid oğlanları, qızları. Sağ olun, məndən bu qədər. Mən də yaşayıram, yenə deyirəm, Azad Qaraqoyunlu kəndində, Tərtərin Azad Qaraqoyunlu kəndi.